Bu, Azərbaycana yenidən qayıdan dünya velosiped idmanı haqqında qısa xülasədir. Bilirsiniz, 2017-ci ildəki Tour de Azərbaycan yarışından bəri düz 9 illik sükutdan sonra böyük idmanın ölkəyə qayıtması sözün əsl mənasında tarixi və qeyri-adi dərəcədə həyəcan verici bir hadisədir. Birinci, gəlin bu 9 illik həsrətin nəhayət ki bitməsindən danışaq. Bakı-Xankəndi 2026 beynəlxalq velo yürüyüşü və bu inanılmaz geri sayımla bağlıdır. Düşünün ki, o qədər uzun intizardan dərhal sonra, məhz bugün, yəni 30 mart 2026-cı ildən etibarən starta düz 40 günümüz qalır. Nəhayət, gəlin bu hadisənin qlobal miqyasına və gələcəyə baxaq. Yürüyüşdə Avropa, ABŞ və Asiyadan nə az, nə çox düz 25 komanda iştirak edəcək. Və bu rəqam Azərbaycanı yenidən dünya velosiped idmanının diqqət mərkəzinə gətirəcək. İndi isə sizə belə bir sualım var. Baxın, əgər 25 beynəlxalq komandanın gəldiyi belə nəhəng bir yarış hələ sadəcə başlanğıc hesab olunursa, deməli bizi gələcəkdə daha nələr, hansı böyük idman hadisələri gözləyir. Beləliklə, 40 günlük geri sayım başladı. Azərbaycan yenidən dünya idmanının mərkəzinə çevrilməyə tam hazırdır.